Satışla bağlı mən satışla bağlı mən əlavə sizə keçəcəm. Özümün ayrıca bir proqramım var. Satan kontent necə olmalı, satan məzmun və yaxud satan reklam necə olmalıdır. Onu mən bütün tələbələrimə tam olaraq da, yəni təmənnası olaraq dərs sayından asılı olmayaraq hər zaman keçirəm. Ona görə bu günlərim əsas məsələ biz süni intellekt üzərində həm biraz yaradıcı tərəfi, həm biraz alqoritm tərəfi, bu tərəflərin hamısını biraz analiz eləyəcəyik, bunun üzərində işləyəcəyik. Biraz deep olmayacaq, səthi də olmayacaq, amma bir orta ölçülü bir neçə işlərin üzərindən gedəcəyik. Amma biraz söhbət eləyək. Danışmayanlar da bildirə bilərlər ki, hansı süni yaza bilərlər də, yəni çata yaza bilərlər. Hal-hazırda aktiv formada istifadə etdiyiniz hansı süni intellekt alətləri var? Bunun üzərindən gedir. Ramilə xanım danışa bilir. Bəli, 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 salam. Biraz qripləmişəm, nasazam amma Canınız sağ olsun, ne olacaq ki? Okey. Hansı süni intellekt alətlərini istifadə edirsiniz? mən çox zəif, onu hələ də tam oturtdura bilməmişəm həyatıma. ChatGPT-dən, Gemini-dən başqa bir şey istifadə eləmirəm. Okey. Nə üçün istifadə edirsiniz ChatGPT-ni, Gemini-yi? Ə, işlə bağlı ola bilər, hər hansı bir sual yarananda mövzu barədə ya da qarşılaşdırma lazım ola bilər. Ə, Mətn ən zəif tərəfim mətndir. Mətn üçün daha çox istifadə edirəm. Əla, yaxşı bir şeydir. Hı -hı. Okey. Sara xanım deyəsən danışa bilmir də, düzdür? Düz başa düşdüm. Yox, bilirəm, danışa Hə, bilirəm. Həfşə, onda dinləyək sizi də. Mən də ChatGPT, Gemini, Claude, Grok onları tanıyıram, amma daha çox ChatGPT istifadə edirəm Yox, gündəliklə suallarıma. Cloud istifadə eləmisiniz. Eləmişəm. Nə üçün istifadə eləmisiniz Cloud? Mən bildiyim daha çox məsəl üçün işlə bağlı, təhsillə bağlı daha yaxşı nəticə verir Claude. Gemini şəkillər, videolar, Grok da yaxşıdır, şəkilləri, videoları. Okey. ChatGPT-də gündəlik suallarımızı o çox vaxt ora yazıram. Əla. Hə, Hüseyn, nə istifadə edirsən? Məncə sən aktiv istifadə edərsən. Mən Gemini-yə çox ögey yanaşıram. Heç adaptasiya ola bilməmişəm. Mən GPT-ni Pro versiyada istifadə edirəm. Hazırda kursun sistemini Excel vasitəsilə, Google Sheets vasitəsilə qururam. Yəni Google Sheets-də qururam, amma GPT vasitəsilə qururam və o Okey. da belə başqa bir düzdür, gündəlik işlərdə istifadə edirəm, amma başqa bir süni intellekt aləti hal-hazırda istifadə eləmirəm. Okey. Sonra yoldaşlardan kim var? Keçid eləyək. Danışa bilənlərdən. Mən bir dənə foruma girmişdim. Hə, Emilia danışa bilirdi. Bəli. Hə, Emilia, sən nə istifadə edirsən süni intellektlərdən? Mən də ChatGPT-lə Gemini. Okey. Nə üçün istifadə edirsən? Belə arada suallarım olanda Google-da axtarmaq yerinə, yəni oradan axtarıram. Okey. Nə dərəcədə yaxşı, düzgün cavab verir? ChatGPT daha yaxşı cavab verir. Okey. Yaxşı. Rəşdə danışa bilirdi də, mən bilən yox. Bəli, danışa bilirəm. İşdən gəlirdim deyə biraz ona görə kameranı açıb. Yaxşı eləmisən, narahat olma. Hə, Rəşdə, iş mühitində hansı süni intellektlərdən istifadə edirsən? Mən də bir də Gemini-dən istifadə edirəm. Gemini-də. Nə üçün istifadə edirsən? Nə hazırlayırsan? Gemini-dən daha çox promptlar verib, bəzən dizaynerlərimiz çatdırmır hazırlamağa post və yaxud hər hansı bir kontenti. O vaxt mən promptlar verirəm, Gemini üzərindən hazırladıram, özüm hazırlayıram elə. Okey. Bəs səhvlər olurmu? Olur. Hərflərin qaçması falan belə şeylər. Hərflər bilirəm ki, səhv yazılır. Daha çox dizayn hissəsini hazırlayır. Ondan sonra özüm Canva-da və ya başqa bir proqramda yazılarını yazıram, dizayn edirəm. Okey. Əla. Mən belə. Növbəti yoldaşlardan kim qaldı? Suayla xanım danışa bilirdi. Bəli, Vüsalə xanım yox, amma Nurlanə xanım mən də danışa bilir. Hə. Salam, axşamınız xeyir. Nur xanım keçən dərs var idi. Bəli, var idi Hə, Nurlanə də. bakın. Hə, Adı Nur. bildim. Siz istifadə edirsiniz xanım?
Bəli, bəli, necə biz mən əsas ChatGPT-dən istifadə eləyirəm. Yəni belə gündəlik olaraq uşaqların dərslərini elətdirəndə falan əsas üst tuturam. Bilmədiyim Rahatçılıq da. Bəli, bəli. Rahatçılıq da. Belə. Heç nə, yaxşı edirsiniz. Okey, Çox yoldaşlar, çox mən sağ ol. indi bir deməli 15 saniyə vaxt istəyirəm. Bir dənə bütün e, şeyləri açım burada. Çünki qamma Yoldaşlar, heç aranızda Kling istifadə edən olub? Ya da məlumatı olan var mı Kling haqqında? Var məlumatı olan Klinglə bağlı? Xədicə, sən bilirsən Kling haqqında nəsə? Bəli, bəli, işlətmişəm də. İstifadə edirsən. Yaxşı, sən hansı süni intellekt alətlərini işlədirsən? Bir say görüm. Mən birincisi ChatGPT-nin prosunu götürürəm Pinterest-dən dizaynları atıram ora. O qədər qəşəng hazırlayır ChatGPT. Sonra Aha. Gemini-də eləyirəm. Gemini şeyə çox qəşəng, realistliyi çox qəşəng eləyir. Məsələn, yemək strukturlarında elə bil photoshoot olunub da, yəni fotosessiyada olunmuş kimi çox qəşəng göstərir. Aha. Sonra cloud istifadə eləməyə çalışıram hal-hazırda, onu öyrənməyə çalışıram. Cloud'da nə işləyirsən? Cloud biraz bizim həyatımıza yeni girib, amma düz çoxdan istifadə edir. Cloud çünki çox böyükdür. Hə, cloudda dizayn yapmağa çalışıram. Bir də ümumiyyətlə hələ ki kəşf hissəsindəyim cloudun. Öyrənməyə çalışıram çünki çox Cloud'u hal-hazırda Cloud özü təkmilləşmə müddətinə, onu daha çox developerlar istifadə edir. Sırf məsəl üçün kod tərəfində falan daha çox işləyirlər. Kod tərəfində də kifayət qədər uğurludur. Deməli, mən hələ ki sizlə çox getmirəm. İlkin olaraq deməli 5 süni intellektlə bağlı danışacağam. Bu arada Xədicə, təşəkkür edirəm, çox sağ olun. Minnətdaram. Xədicə xanım burada sağ olsun. Bəli, müəllim. Bəli, bəli. Cavidan bəy mənə burada qulluq edir, sağ olsun. Hətta Cavidan və heç də şirkətin Hə? təməlidir. Hə, təlimdir. Hə, deməli belə. Biz deməli nədən gedəcəyik yoldaşlar? Bir ChatGPT Gemini fərqindən gedəcəyik. Üstünlük desəniz, mənə görə hal-hazırki vəziyyətdə Gemini ChatGPT-dən daha realistdir, daha yaxşı nəticələr verir. Söhbət vizual hazırlamaqdan getmir. Vizualda təbii ki, Gemini Nano Bananaya görə olduqca kifayət qədər uğurludur. Sonra biz Gamma app üzərindən gedəcəyik. Hazır sürətli prezentasiyaları yığmaq üçün bizə lazım olur. Biz sadəcə bir slayd üçün mətnləri veririk. O bizə tam hazır formada verir. Digər tərəfdən Kling AI-da vizualları videoya çevirməklə bağlı və yaxud da sıfırdan prompt yazaraq video hazırlamaqla bağlı bunun üzərindən gedəcəyik. Və ən əsası mənim ən çox sevdiyim applərdən biri olan Sunodur. Tələbələrimin də çoxunun sevdiyi app şeydir Suno. Məlumatınız var Suno ilə bağlı? Xədicə, sən bilirsən Sunonu? Hə, musiqi düzəltmək üçün bilirəm. Hayat onu bir şey də bilmədi. Hə, yoldaşlar, indi hal-hazırda mən burada screen share edəcəm. Bir dənə hesaba giriş edək. Bakı Prozda şey var, Plus model var. Sunonun? Hə. Yo. Artıq sayt sisteminə keçmişik, görmüsünüz müəllim? Hər şey sayta əlavə edir, rekordlardır, dərslərdir, qayıblərdir, Gözəl. tapşırıqlardır, ballardır, Əla, hamısı. əla, bəyəniz. Burada Suno ilə giriş edeyim, hamısına giriş edək. Əslində hər şey, bilmirəm, Canva dizayn yapayım, Canva yapayım. Sən deyirsən.
Gemini'ye girdik, ChatGPT'ye girdik. Gemini videoları amma çox pisdir. De Heygen var. Hazırlamısınız ondan video müəllim? Azarafas Heygen'i də göstərə bilərəm ha. Heygen iş yadımdan çıxıb. Heygen avatarları çox qəşəng düzəldir. Heygen'in nə avatarı düzəldirsən? Mən bir ara şey eləyirdim. İndi öz videomu çəkirəm. Əvvəl şey istəyirdim. Öz avatarımı yaratmışdım. Onun AI ilə danışdırmağa çalışırdım. Hə, mətni verirsən özü danış. İndi istifadə Hə. edirsən onu. Yox, yoxladım bir iki dəfə. Prosu lazım oldu. Gördüm ki, uzun işdir də. Dedim, ondan sonra özüm danışım Hə, videolar. Heygen'in mən prosunu istifadə edirəm. Mən bilsən nə edirəm Heygen'lə? Neyiniz? Gözdə açım elə onda Heygen'i də göstərərəm. Deməli Heygen'də mən daha çox şeydir. Hə, bizim həkimlər Azərbaycanca danışır. Tərcümə etdirirsiniz Hə, əvvəl. çox ideal tərcümə edir də, yəni. Çox əla tərcümə edir. Okey. Hə, yoldaşlar, demək olar ki, bütün süni intellektləri açdıq. Heygen'i də açaq. Heygen'in axırıncı səfər interfeysini dəyişmişdilər. Dilxor olmuşdum. İndi yenilik gəl bax ora. İstədiyin kimi avatarı da hər dildə da. Bir də Azərbaycan dili falan da gəlib. Gəlib, mənim o yerində yox idi çoxdur. Var hə, Azərbaycan dili gəlib artıq. Heygen'ə girdik, bir də bilirsən nə qalıb? Ən vacib məsələ. Səncə hara Lab gedib? gəlib Azərbaycanda. 11 Lab, 11 Lab. Gəlib orada, qəşəng. Hə, bəs nə? 11 Lab ən gözəldir. Artıq Eleven Lab stüdyoların şey necə? üçün Eleven Lab səsləndirmə deyildi. Müəllim, o bilirsən necə dəhşətli bir şeydir. Mən onu bilirsiz nə istifadə eləmişdim. Rus dilində hazırlıqda sözləri əzbərləyə bilmirəm deyə sözləri oraya yazırdım. O mənə özü Kamran Əsədinin səsindən podskaska eləyirdi. Mən də ona şuuraltı beynimə düşsün deyə istifadə edirdim da. Yəni oxuyub Kimin əzbərləmək səsini deyil. istifadə edirdin? İlkin Əsənli. Onun səsini hardan kopyalamışdın bəs? Oradaydı, şeydə var idi. Orada var, Videolarda var idi. Hə. dəqiq. Azərbaycanlılar 2 nəfər idi. Bir tanıdığım İlkin Əsənli idi. Onlar ödənişli ola bilər ha. Yəqin ki, ödənişli olursa. Hardasa bir 10-15 prosesdə istifadə elədim ödənişsiz. Ondan sonra ödənişliyə keçdi. Yəni demo versiyada istifadə elədim. Yoldaşlar, bayağı bir süni intellekt alətlərimizi artırdıq. Mən indi share edeyim. Daha şey buradan. Gedək. Müəllim, biz onların indi hamısını köçürək, yəni Neymişsiniz? telefonumuza yükləyək, yəni o süni intellekt alətlərini. Hal-hazırda videoya baxın. Hansı sizin üçün uyğundursa, onu da götürə bilərsiniz. Yəni yükləyə bilərsiniz əlbəttə. Ekranı şey eləməmişsə, müəllim. Elədim. Gəldi indi. Yes. Hə. Müəllimin adı Nicat idi, Nurlandı. Bəli, başqa adam Yox, qaldı. prosta burada şeydən girmişəm, uşaqların kompüterindən girmişəm. Bura yaxın idim. Dedim klinikaya ya da evə getsəm şey olmayacaq. Yəni yaxşı olmayacaq, ona görə gəldim. Salam yazlar. Dostlar. Deməli, gələk bura. Bu arada burada göstərim 11 Lab 3-də dil məsələlərini artıq şey gəlib. Hətta bax. Azərbaycan dili var. İndi biz bunu işləyəndə görəcəyik. Nəysə, əsas məsələ başlayaq. Birinci növbədə biz ChatGPT-də yoldaşlar. ChatGPT-ni biz nə üçün istifadə edirik? Çox adam şəxsi həyatı ilə bağlı istifadə edir. Çox adam
Rekord gedir də, düzdür? Gedir. Hə, tamam. Deməli, yoldaşlar, biz ChatGPT-ni daha çox nə üçün istifadə? Gündəlik həyatda bütün bizə lazım ola biləcək sorğuları falan, hər şeyi ChatGPT-yə ünvanlayırıq. Okey, amma biz indi tamam fərqli marketinq istiqamətləri ilə bağlı fəaliyyətə baxacağıq. Və mən gəlirəm bura. Deməli, bir new chat eləyirəm. New chat elədiyim zaman aşağıda görürsünüz, mənim qarşıma çıxır ki, create an image, write or edit, look something up. Okey. Biz burada hal-hazırda bu ödənişsiz versiyadır deyə çox məlumatları almaya bilərik. Mən indi deyək ki, bir marketinq araşdırması eləyirəm. Yaxşımı? Ə, Deyirəm ki, deməli Azərbaycan dilində, hə. Zəhmət olmasa, olur, hə. Zəhmət olmasa mənə hər hansı bir fəaliyyət sahəsi deyin. Azərbaycanda mövcud olan ki, səhiyyə demirəm, öz üzərimdən getməyin. Kimin maraqlı fəaliyyət sahəsi var? Gəlin ənənəvi Moyka çayçı. Deyirsən? Yaxşı. Hər Gedək. bəyin Zəhmət ürəyində olmasa, o şey var. yaxşı, yazıram. Zəhmət olmasa mənə Bakıda yerləşən lüks avtoyuma şirkətlərinin adlarını yaz. Başlayaq buradan. Bax, avtomatik olaraq search eləyir. Azərbaycanda hətta mapinə qədər göstərir. İndi burada ola bilər ki, yoldaşlar, ola bilər, yəni çox şey ola bilər. Yalandan da göstərdiyi ola bilər. Amma bunların hamısı nə oldu buna? Mənim, əlavə olaraq deyil, bunlar da var. Bax, mən yazdım da buna, düzdür. Bunu niyə yazdım? Bir, mən hal-hazırda araşdırma prosesindeyim. Mən tutaq ki, bir avtoyuma, üstü moyka, altı moyka, üstü çayxana tipli bir şey açmaq istəyirəm, amma lüks bir şey açmaq istəyirəm. Məqsədim nədən ibarətdir? İndi mən bura məqsədimi yazıram ki, mən özüm sıfırdan bir brend yaradacağıq indi hal-hazırda. Və bütün hər şeyi bunun üzərindən gedəcəyik. Mən özüm lüks avtoyuma və müştərilərimin rahat hiss edəcəyi üzərində bu klaviatura yorur məni. Çay evi brendi nəzərdə tutmuşam. Gəl səninlə birlikdə sıfırdan brend yaradaq. Onun marketinq sosial mediada da SMM planını quraq və ümumi brendi inkişaf etdirək. Yazdım. Yazır ki, şeydir. Bu ideya Bakıda çox yaxşı işləyə bilər. Əslində ChatGPT-nin ən böyük negativi bilirsiniz nədir? Sizlə razılaşmağı. Baxın, mən indi bütün hamısını mənə variantlar verir. Nələr ola bilər? Bütün bu prosesin hamısını mənim üçün quracaq. Amma mən buna fikir vermədim. Bu detallı hər şeyi yazır yazmağına görə. Okey. Və burada mənə yazır ki, indi verdiyi şeylərə görə. Gəl indi brend adı seçimini quraq. Okey. Başlayaq ən başdan. Birinci növbədə
Biz getməliyik nə idən? Bir brendin təməlini qurmaq. Okey. Brendin kimliyi. Burada artıq 3 fərqli istiqamət təklif edir. Modern Premium, Şərq Premium, okey. Və Alman, Yapon detailing estetikası. Mən burada məsəl üçün özümə aid olduğunu şərq daha isti hiss eləyirəm və deyirəm ki, burada mən xanı seçə bilərəm. Okey. İndi burada məndən hal-hazırda birinci növbədə nə istəyir? Yekuna baxaq. Brend ad seçimi. Hətta buna deyə bilərəm ki, mənə zəhmət olmasa yerli, baxın sıfırdan brend yaradırıq hal-hazırda. Mənə yerli brend ad seçimləri təklif et. Birinci bundan başlayıram. Biraz çox uzun yazır. Ya da mən orada şərq üslubunu seçdiyimə görə yazıram. Şərq üslubunda olsun. Deyir ki, məsəl üçün xan avtolancı seç. Və mən görürəm ki, burada mənim üçün bu uyğun gəlmir. Niyə uyğun gəlmir? Çünki burada yazıram ki, burada daha doğrusu. Burada avtoyuma ön plana çıxmır. Adı ona uyğun tənzimləyək. Qala Detailing-la Saray Auto Spa. Bunun mənə verdiyi adları mən hal-hazırda mənim üçün bir o qədər uyğun gəlmir. Burada amma mənə birinci verdiyi ad Xan, yazıram Xan avtoyuma və Xan avtoyuma. Burada bir dənə biz dəyişək. Avtoyuma və haradaydı bu 7-də? Launch olaraq seçək. Yazdıq. Namingimiz hazırdır yoldaşlar. Okey. Deməli, artıq məndə gördüyünüz kimi brendin müəyyən kimliyini formalaşdırır. Başqa nələr var? Brend özünü necə hiss edir? Müştəri burada özünü VIP, rahat, hörmət görən, vizual istiqamət rəng palitrası, logo ideyası verir ki, nə tərzdə, məsəl üçün logo ola bilər. İndi mən buna deyəcəm ki, interior konsepti hamısını hazır. Bu da premium olmadığına görə çox vizual falan hazırlamaq olmuyor. SMM-də necə partlayacaq? Burada da göstərir hamısını. Nəysə, ilk öncə gəldik bura. Okey. Brendin əsas kimliyini formalaşdırdıq. Xan Avtoyuma and Launch. Etirazı olan var? Yoxdur. Deməli gedək. Yoldaşlar, indi mən gəlirəm burada. Hal-hazırda Xan yazıram ki, deməli Xan Avtoyuma Launch ilə bağlı Geminiyə belə yazaq, Geminiyə logo hazırlaması üçün caps lock yordu məni. Hazırlaması üçün prompt yaz.
Və mən bunun yoldaşlar davamını istədiyim kimi gətirərəm. Şərq üslubunda olsun, yerli premiumu göstərsin, xidmət sahəsi məsəl üçün aydın görünsün. Mən prosta indi qısa yazdım bunu. İndi Gemini üçün mənə prompt yazacaq və yazdı. İndi bunu kopyalayıram. Okey. Gəldim bura. Gəldim bura. Okey. Agree. Create image elədim. Ctrl V elədim. Və eyni kontenti attım bura. Baxın, mən özümü yormadım ki. Gemini-də daha çox deyirik də, Gemini hər şey üçün yaxşıdır olmağına görə. Amma deyirik ki, yəni bizə vizual hazırlasın. İndi vizual hazırlasın, gözləyə görə nə hazırlayır? Mən məsəl üçün bunu bəyənmədim. Siz bəyəndiniz? Məncə uğurlu deyil, yox? Məncə də yəni heç oxşamır ki, avtoyuma yeridir. Öyle bir başqa bir iş Əslində bu biznesdə. normal bir şeydir. Çünki ChatGPT-nin verdiyi promptdur. İndi bu bunu yaradana qədər. Okey. Yox, heç. Gəlirəm buradan. Əgər məsəl üçün bu mənə bəyəndiyim vəziyyəti çıxarmırsa, məsəl üçün loqo hazırlamaqla bağlı, yazıram ki, mənə zəhmət olmasa prompt versin. İndi bunun verdiyi promptu məsəl üçün birini seçək. Enerji və bizə lazımdır avtoyuma fokusu. Çünki üstünlüyümüz avtoyumanın üzərindədir. Okey. Bunu Ctrl-C elədik. Gəldik burada təzədən Create Image-in içərisində. Bunu da buraya yapışdırdıq. Hazırlasın. Bu yox. Bu ChatGPT-nin verdiyi prompt. Yəni heç uğurlu deyil. Onun avtoyuma ilə əlaqəsi yoxdur. Hələ burada qaçırtdığı şeylərə bax. Tutalım. Məsələn. Nisbətən daha çox oxşadı. Düzdür? Nə də olmasa su var, filan şey var. Maraqlı görünür əslində. Xandı, başında tacı var, avtoyuma və launch var. Bizə lazım idi avtoyumanı ön plana çıxaraq. Baxın, Gemini'nin özünə dizayn hazırlamaq üçün prompt verdim. Dedim ki, yəni bunu mənim üçün hazırla. Hətta bu premium görünüşü də maraqlıdır mənə ki, görək. Nə hazırlayacaq? Okey. Bu burada bunu hazırlayana qədər, yoldaşlar, mən gəlirəm indi burada prosesə davam edirəm. Okey. Yaxşı. İndi gəlirəm artıq burada. Mən davam edirəm. Yazıram ki, mən yeni yarandığım yoldaşlar, yadınızda saxlayın. Bizim yazdığımız prompt nə qədər geniş əhatəli olsa, detallı məlumat verirsə, bizə o qədər yaxşı bir texniki dəstək göstərəcək. Mən sadəcə indi qısa yazıram, yəni ki, məlumatınız olsun. Mən yeni yarandığım brend olduğum üçün, yazıram olduğum üçün ilk 10 sosial media kontentim necə olmalıdır? Yazıram. Mənim üçün bunu burada hazırlasın. Məsəl üçün belə bir şey də hazırlayıb. Maraqlıdırmı? Məncə digərinə nisbətən daha maraqlı görünür. İndi artıq bunu özümüzün istifadə eləməyimizdir filandır, necə görünməyinə asılı olmayaraq.
Burada artıq istifadə edə bilərik. Və versiyamız var. Burada rahatçılıq var. Launch olmağına görə elə bir avtomobilin oturacağını şey kimi, komfort kimi göstərir. Avtoyuma və launch. Bunu məsəl üçün hardasa istifadə etməyi düşünərəm. Ya da xırda bir dizayn qabiliyyətiniz varsa, ya da ki siz demişkən götürün Pinterestdən məsəl üçün bir logo, yazın ki məsəl üçün premium car wash falan belə bir şeylər yazın. Və salam. Okey, yazır ki birinci mövzu brand introduction reel olmalıdır. Bakıda yeni premium auto launch. Okey. Kadrlar göstərir, qara interyer, ambient işıqlar, çay servisi, detailing, slow motion, köpük. Tamam. İndi gəlirik əsas məsələyə. Burada hamısını demək olar ki, şey olaraq göstərib. Tamam. Burada əsas üstünlükləri verir, göstərir ki, hansı avtomobillər üçün uyğundur. Hamısını demək olar ki, real contenti olaraq. Real contenti olaraq veribdir. Biz indi məsəl üçün yarada bilərik. Yazıram ki, İndi məsəl üçün mən bunu bura yazdım, amma davam edirəm Gemini-in üzərindən. Image silirəm. Prosesin davamını gətirmək üçün yazıram ki, bu Reels kontenti ilə bağlı mənə Killing'ə yazacağım prompt ver. Killing'in yəni mənə hazırlayacağı video ilə bağlı prompt ver. Okey. Biz birdən-birə videoya keçməyimiz o qədər yaxşı deyil, amma eləyək. Gəldim Killing'ə. Okey. Deyirəm generate. Generate elədiyim zaman video generation var. Ya burada şey eləyə bilərik. Vizuallar hazırlayıb konkret olaraq şey eləmək olar. Nədir bu? Birinci və sonuncu səhnə olaraq hazırlamaq olur. Səhnələrin keçidinə görə. Ya da ki, eləcə prompt vermək. Bunu kopyalamamışıq. Ya da ki, eləcə bura yazıb promptu generate eləyə bilərik. 5 saniyəni. Məsələn, indi hal-hazırda 1 dəqiqə ərzindədir, şey olacaq, hazır olacaq. İndi bu hazır olana qədər, gəlirəm məsəl üçün, gəlirəm təkrar ChatGPT-yə, yazıram ki, foto vizual üçün mənə kontentlər yaz. Tamam, bu qısa yazmayın ha siz, nə olursa olsun qısa yazmayın. Okey. Burada nə yazıb? Tamam, bunu götürürəm. Gəlirəm Gemini-in içərisinə. Deyirəm, bir dənə şəkil hazırlayaq. Bu promptu yapışdırıram bura. Ctrl-V. Tamam, bu hashtagləri zadları silirəm. Okey. Altına yazıram ki, və ən əsası, yoldaşlar, ən əsası. Burada logo işləmişəm axı. Okey. Kopyalayıram logotipi. Logotipi də atıram bunun içərisinə. Yazıram ki, bu prompta uyğun mənə SMM foto, qısa yazıram, SMM foto vizualı hazırla.
Hazırla. Yazdın mı? Bu başlayacaq özü hazırlamağa. Biz gələk linkdə hazır olacaq videoya baxaq. İndi başqa bir dənə mənə zəng gəlir. Alo. Bəli. Sağ olun, istəfəs. Hə, şey deyir, yaxşı keçdi. Hmm. Kimdir ki? Hı hı. Hı hı. Hı hı. Hı hı. Hı hı. Hı hı. Aha. Aha. Bəli. Reklam çoxdur da orada. Hı hı. Aha. Bəli.
Yoldaşlar, dönə-dönə üzr istəyirəm, mən üzr versəniz. Deməli, baxın yoldaşlar, Klingə verdiyim prompta əsasən, hətta bura loqotipi də əlavə edə bilərdim. Sadə bir prompt da, yəni prosto şeydir. Burada hətta indi mən sizə başqa bir şey də göstərəcəm. Yəni eyni komfortu Moikanı göstərir. Sonra davamında isə proses olaraq şey göstərir. Launch'dakı rahatçılığı. Gəldik bura. Dedim mənim üçün şey hazırla, post hazırla. Sənin maşının, sənin rahatlığın çox belə demirəm şeydi, ahım-şahım bir şeydi. Yox, amma yenə də pis deyil. Hətta mən burada niyə bunu bu tərzdə hazırlayıb? Mən buna deyə bilərəm ki, zəhmət olmasa bunu Instagram ölçüsündə hazırla, Instagram resolution tərzində hazırla. Okey. Ən azından məsəl üçün səliqəli formada hazırlayıb. Bundan əlavə şey məsələsi problemi yoxdur. Nədir bu? Şriftlərdə problem yoxdur. Düzgün formada hazırlayır. Bəs yaxşı, eyni bu promptu deyək ki, biz ChatGPT üzərinə versək və loqotipi də əlavə eləsək, sən niyə belə oldun? Bir şey bağlamadım. Hə. Və hətta gəlib buradan loqotipi də kopyaladığımız zaman şeyin üzerine kırmızı bir şey koydum. Loqotipi də bura əlavə elədiyimiz zaman yazıram hazırla. ChatGPT görəsən bizim üçün hazırlayacağı vizual nə olacaq? Okey, bu məsələ burada tam hazır olana qədər ən azından bir postumuzu hazır edib bütün prosesi burada görə bilirik. Kling AI-da məsəl üçün indi bir dənə ChatGPT hazırlasın, bura keçid eləyəcəm. Və mən burada Heygen üzərində deyirəm, sosial media üzərində işləyəcəm. Content creator'am və yaxud da marketing yönümdə continue elədim. Bastıq bunu, klik elədik. Hər nəysə, evet bunu. Neçəkdir şurada. Choose free. Tamam. Biz gəlirik indi burada. Where you record doesn't matter. What Rahat you're wearing doesn't formada. matter. Evet, Welcome birinci növbədə yoldaşlar, biz özümüz burada rahat formada avatar yarada bilərik. Bir, məsələn, indi bunu da eləyəcəm. Bu arada məsəl üçün bunun yaratdığı nisbətən daha yaxşıdır. Okey. İndi yazıram ki, buna görə Klingdə bu vizualı hərəkətləndirə bilməyim üçün prompt yaz. Bu arada gəlirəm bura. Ana şəkli yükləməliyik. Birinci növbədə şəkli yüklədik. Gəldik, deməli, Klingin içərisinə. Yaratıram bura şəkli. Yüklənmələrin içərisindədir. Burada mətni silirəm. Burada başlanğıc və sonu seçmək olur çox rahat. Onu o tərzdə işləmək bəzən görürsən ki, daha yaxşı olur. Nəticə ala bilməyin üçün. Okey. Prosesin gedişatında təzədən bu Kling üçün kontentə hərəkət elətdirə bilməsi üçün bunu deyirəm generate elə. Heç nə şey yoxdur. Kredit yoxdur. Bu free versiya olduğuna görə ona görə belədir. Çox eyb yox.
Yəni ki, belə, bunu bura atıram, bunu burada hazırlaya bilirəm. Başqa süni intellekt alətləri də var yoldaşlar. Çox rahat formada özünüz bu vizualları yaradıb burada daha sonra hərəkət edirsiniz. Və yaxud da sıfırdan bir brendi belə, sıfırdan bir prompt hazırlayaraq klinikdə müəyyən nəticələr almaq olur. Bu gün bunun aşağı şeyi varmı burada? Bakayım, bunu bir dənə belə eləyim. Custom multi-shot. Shot 2. Yani native audio olsa diye şey var. 30. Yaxud da bunu biraz da azaltsaq mesela. Minimum 5 saniye olmalı. Neçə o yoldaşlar. Neyse. Klingdə əsas bildikdə bunların hamısını rahat formada burada promptun verib hazırlamaq olar. Orada bir sıxıntımız yoxdur. Məsəl üçün ChatGPT-nin yaratdığı vizual daha uğurludur. Okey. Kontentimizi yaratdıq. İndi mən buna yazıram ki, zəhmət olmasa mənə bu vizualı, o kontent sarıdan mətn yazmaqda kim idi bizə çətinlik çəkən? Sara xanım idi, yoxsa kimsə çətinlik çəkirdi deyəsən. Zəhmət olmasa mənə bu Mən deyildim, yox. sən deyil. Hansısa xanımlardan biri idi deyəsən. Dəqiqə deyəcəm indi. Gözlüyüm. Yanılmamsa Ramilə xanım idi, düzdür? Ramilə xanımın səsi gəlmir. Davam edeyim onda yoldaşlar. Ay Allahım. Okey. Zəhmət olmasa mənə bu vizualı sosial mediada yazıram. Paylaşmağım üçün məsələn yazıram paylaşım mətni hazırla. Okey. Həmin vizuala görə göstərir ki, məsəl üçün Xan Avtoyuma Launch Premium qulluq, bütün bunların hamısını və yaxud da deyirəm ki, bu vizualdakı mətnlə eynidir. Biraz fərqli versiya et. Qısa yazıram. Məsəl üçün dəyişdi. Mənə o vizualın üstünə yazdığım mətndən ona eyni eləməyə ehtiyac yoxdur. Və mənim artıq bir vizualım hazır. İndi bu prosesin üzərindən davam edirəm yoldaşlar. Gəl indi səninlə bu vizualı reklama vermək üçün düzgün hədəf kütlə hazırlayaq. Okey. Düzgün hədəf kütlə hazırlayaq. Amma mən məsəl üçün burada səhv elədim. Niyə səhv elədim? İndi göstərim sizə. Bu reklama vermək üçün bu vizualı yazıram burada. Metada reklama vermək üçün düzgün hədəf kütlə hazır. İndi dəyişdim prompt. Okey. Və yoldaşlar, avtomatik olaraq premium olduğuna görə mənim üçün yaş hansı cinsiyyət olmalıdır? Əsasən kişiləri vurğulayır, qadınları da deyir, target olaraq saxlaya bilərsən. Və mən özümü yormağa ehtiyacım olmadan fokus əraziləri göstərir. Baxın, ChatGPT mənə hansı radiusların, haraların mənim potensial hədəf kütləmi
potensial hədəf kütləmin kimlər ola biləcəyini göstərir. Amma intereslərə baxsaq, meta əsasda deyir bunları seçə bilərsən. Baxın, lifestyle maraqları. Heç bəlkə də burada çoxumuzun ağlına gəlməz ki, oradakı interesdə məsəl üçün bunları seçmək olar. Luxury lifestyle seçə bilərik. Okay. Baxın, burada mənə göstərir ki, sən deyir, ucuz avtoyuma kimi görünməməlisən. Yəni bu səhvi eləməməlisən. Endirim, ən ucuz kampaniya. Bunun yerinə yox, premium experience, VIP atmosfer, nə bilim, lüks qayğı, oriental komfort, bütün bunların hamısını. Ən yaxşı deyir sənin üçün 8-10 saniyəlik Reels videosudur. İnsanlara rahatçılığı göstərir. Reklam mətninə qədər hər şeyi çıxarır. Call to action'a qədər indi rezervasiya et. Reklam üçün isə mənə büdcə planlaması idi ki, günlük 10-20 AZN arası kifayətdir. Baxın, ən vacib strategiya nədir? İlk 30 gündə məqsəd satış deyil, insanlarda bu şeyi yaratmaqdır, algıyı, fikri yaratmaqdır. Bu yer bahalı və keyfiyyətlidir, düşünməlidir. Kampaniyamızın reklam strukturunu yazıb, brand awareness işləmək lazımdır, auditoriya luxury, yəni avtomobillər. Instagram engagementdə məqsəd nə olmalıdır? Save artırmaq, share artırmaq və DM-də mesajların sayını artırmaq. Retargeting nədir? Təkrar olaraq videoya baxan adamları deyir, hədəfləyə bilərsən. Rezervasiya açıqdır və yaxud da başqa sözlə. Və artıq deyir ki, gəl ilk reklam funnelını quraq. Bütün primary text, bütün hamısını qura bilərsən. Və biz bu yolu, bir dənə elə bir ki, ChatGPT bir növ sizin öz uşağınız kimidir, amma artıq tərbiyəyə meyilli uşaqlardandır. Yəni, rahat formada tərbiyə eləyə bilərsiniz. İndi biz bunu tərbiyə eləmək üçün bizə lazımdır ki, davamlı bu prosesi ardıcıl formada aparmaq. Amma bir şey yadınızda saxlayın ki, süni intellektdə bir dənə chatın içərisində davamlı olaraq hər şeyi ora yazmağınız yaxşı deyil. Qarışdırır. Hər chatın özünün bir məqsədi olmalıdır və elə bir ki, artıq beyin o chata girəndə artıq onu başa düşməlidir ki, bu burada mövcuddur. Burada hər sual var. Gəlin biraz söhbət edək. Sara xanım, başa düşmədiyiniz nəsə var? Hayır, hələ ki, hər şey aydındır. Necə? Hər şey aydındır. Hər şey aydındır. Bu prosesi və sözünü siz təkrarlamısınızmı? Bu tərzdə işləmisiniz heç? Yəni SMM üçün yox, çünki işləməmişəm, amma belə belə Məsəl işləmişəm. üçün sizin belə deyək də, hər hansı bir iş prosesini ardıcıl formada burada aparmısınızmı? Sıfırdan hansısa bir vəziyyətə gətirmisinizmi? Və yaxud da belə deyək də, işi görmüsüz burayla, amma yekun olaraq əldə etdiyiniz məlumatı təkrar bura atıb təhlil elətdirmisinizmi? Bu proses necə olub? Nə iş görmüsünüz? Mən özüm ingilis dili müəlliməsiyəm və çox istifadə eləmişəm. Məsəl üçün dərsdən sonra tapşırıqları qurmuşam, onları yükləmişəm. Mən işdə çox kömək edib mən üçün. Belə elə sizin kimi proses kimi eləmişəm. Düzdür, SMM kimi deyil. Yəni 5 dənə AI istifadə etmək ehtiyac yox idi. Sadəcə ChatGPT-dən istifadə edirdim. Tapşırıqları qururdu mən üçün. Belə. Bəzən olurdu ki, məsəl üçün bizdə müəllimlərdə bəzi saytlar var. Məsəl üçün Bamboozle saytı, Quizlet. Onun üçün yazırdım ki, məsəl üçün Quizlet üçün mən üçün bunu yarad. Ya da Bamboozle üçün mən üçün bunu yarad. Belə şeylər. Əla. İndi yəqin ki, sosial medianı öz şəxsi fəaliyyətinizlə bağlı öyrənirsiniz, reklam tərəfini, digər məsələləri, yoxsa necə? Düzün deyim, yox, çünki peşəmi dəyişmək istəyirəm. Ona görə öyrənirəm. Xarici dil tədris eləmək istəmirsiniz daha? Yox, istəmirəm. Yaxşı edirsiniz. Hərdən dəyişiklik lazımdır. Eləyin. Çox sağ olun. Emiliya, bu tərzdə bir struktur qurmusanmı, ya işləmisənmi? Hayır, durmamışam. Tamam, olsa tapşırıqlarınız olacaq. Hələ dərs bitməyib bu arada, yəni dərsimiz davam edir. Prosto mən biraz dedim söhbət edeyim. Rəşidə, siz necə? Mən istifadə eləmişəm. Ardıcıl belə
Tam belə yox, yəni bu qədər prosesi eləməmişəm. Sadəcə olaraq da məsəl üçün ya ChatGPT-də hər hansı bir şey yazmışam, tam xoşuma gəlməyib, Gemini-yə atmışam, daha da təkmilləşdirsin ya da Gemini-dən ChatGPT-yə. Hı-hı. Okey. Əla, əla, gözəl. Ramilə xanım, Bəli, bayaq səs o çox qalmışdı. mətndə çətinlik çəkənlərdən mən də eləyəm. Yəni mətn lazım olanda özüm nəsə hazırlayıram. Yaxşı bir şey axtarıram, orada da yenə düz gəlmir. Tapa bilmir adam iş olaraq. Mən Əslində belə deyək, ağlınızda olan ideyanı bir xırda prompt kimi də versəz, mən hələ detallı yazmıram da, detallı yazsaq gəl bir neçə saat çəkər. Xırda hə, prompt kimi versəniz, o sizə generasiya eləyəndən sonra sizin ağlınıza o cümlənin başqa versiyaları gələcək. O eynən. versiyaları tətbiq eləyərək daha yaxşı nəticələr ala bilərsiniz. Düzdür. Bir də son vaxtlar daha detallı nə istədiyimi bildirəndə daha yaxşı nəticə verir. Yəni istədiyimi Hmm. ala bilirəm. O detallı məlumat verdikcə artıq o bilir. Mən misal üçün deyirəm ki, copywriter kimi mənə mətn ver. Daha Aha, professional olsun və ya da nələrsə detalları gözəl, bildirirəm. maraqlıdır. Copywriter kimi mətn ver, çox maraqlıdır həqiqətən. Mənim özümə də maraqlıdır. Onu Hə, yoxlayacağam mütləq. çox fərq yoxdur, amma yəni pis deyil. Yenə biraz işə Maraqlıdır. yarayır. Əla, əla. Əslində həqiqətən o biraz da şeydir, düzgün komanda verməkdən çox şey asılıdır. Aha, bir də son vaxtlar deyir ki, artıq sənin tərzini bilirəm. Ehtiyac yoxdur da tapacam sənə mətn özü verir. O dediyimiz məsələ də əhəlləşdirmək məsələsidir. Mhm. Hə, Artıq artıq ehtiyac bizi olmur. bildiyinə görə çox sürətli formada. Minimalist, qısa, Əla, kreativ bir əla, cümlə gözəl, olsun, bəsdir. gözəl. Okey, Nur xanım, siz məncə biraz daha yenisiniz bu sahədə, yox? Mən? Xeyr, müəllim, mən ölmüşəm, bastıranım yox. Hə? Süni intellektlərin içərisində itib batmısan? Bəli, yox, yəni mən bir dənə dediyim kimi mən işləmirəm deyə, yəni belə nəsə bir xüsusi bir şey hazırlamamışam indiyə kimi. Nəsə Amma məsəl üçün bu kursdan sonra planın nədir? bu kursdan sonra düzü çox təkliflər var. Əslində görə maraqlanırlar da SMM istəyənlər. Məsələn, yoldaşımın dostunun kursu var, dil kursu. O Aha. istəyir. Padruqamın Asobu mağazası var, o istəyir mağazaya. Belə Hə, iş əla, yerləri əla. falan. Elə bu süni intellekt sizə çox dəstək olacaq ondan bağlı. Aha, inşallah ki, hə, elə öyrənim onlarla. İşləri elə optimallaşdırmaqla bağlı, rahat iş görməklə bağlı. Həm uşaqlara zaman ayıra bilərsiniz, həm Aha. işə fokus ola bilərsiniz rahat formada. Bir Əlinizdən də, tutacaq. bir də müəllim, bu reelsləri falan düzəltmək necə? CapCut-dan başqa hansı yaxşı proqramlar var? Məsələn, çox vaxt gedir də kəsirsən, nə bilim, səsini Ən yaxşısı, anlaşılır. ən yaxşısı olmağına görə CapCut-dır. Bir də VN var, VN. Vida Aha, adi nicat var, VN. Orada da işləyə bilərsiniz. aha, Amma yəni orada ancaq ən yaxşısı elə montajlamaq üçün şeydir, oradır. oradır, ha. Aha, yes. Tamam. Çox sağ Hə, ol. təşəkkür. Hüseyn, bu tərs bir proses aparmısan, yoxsa necə? Bəli, müəllim. Çox aparmışam. Əsas da caption məsələsində həm content, həm də caption məsələsində. Caption bir də təzəlikcə Instagramda bəzi bloqerlərdən görürəm. Məsəl üçün human yazanda drop qoyub human yazanda daha bir insan yönümlü yazması, ə, nə bilim, bir də misal üçün promptu geniş verəndə bizdə bir işçi var, Kamil. Nəsə tapşırıq verəndə deyir ki, görürəm ki, tapşırıq yarımçı olmuşdu. Deyirəm, niyə belə? Deyir, siz deməmişdiniz ki, falan detalları. Eynisini mən bu süni intellektdə Kamil məni ChatGPT-yə öyrətdi. Mən artıq ChatGPT-yə daha detallı prompt verirəm ki, mənim istədiyimi versin. Kamili Ona işdən çıxartdın? yox, Kamil işləyir. Kamil də Kamil də indi çalışırıq biraz da inkişaf elətdirək. İndi görürəm ki, daha belə deyim, mənə lazım olanı verir artıq tanıdıqca. Əla, əla. Kamil yox, ChatGPT. Hə, çox gözəl. Deməli, yoldaşlar, indi prosesə davam eləyək. Prosesə davam eləyək nədir? Mənim burada açdığım bir suno var. Okay. Yazıram ki, I make music as a hobby. Nəysə olsun bu.
Pop, hip hop, sonra country, R&B vesaire bunların üzerinden getmək olar. İndi gəlirəm bura. Okey. Deməli, bunu skip edib keçirəm. Tamam. İndi gəlirəm, burada müəyyən bir kredit var, test edəcəyik. Gəlirəm bura. Deyirəm ki, mən brendim üçün jingle yaratmaq istəyirəm. İndi isə mənə Suno üçün jingle hazırla. Yazdım. Azərbaycan dilində olsun. Okey. Rap stilində tam metin yaz. Ya da şey yazaq. Rap yazmayaq. Yazaq ki, hip hop stilində tam metin yaz. Yoldaşlar artıq yaratdı. Okey. Neyse, heç mən buna baxmıram ki, nə yazıb. Sadəcə bunu özünüz baxarsınız. Bunu gəldim bura. Attım bura. Okey. Gəlirəm, stilə yazıram. Stili dəyişim. Buradan stili seçirəm. Yazıram hip hop. Okey. Burada çox detallar var. Audio var, voice, səsi əlavə edib də əlavə edə bilirsiniz. Biz bir dənə create eləyək. Hip hop tərzində. İndi create eləsin. Internet mi getiriyoruz? Yaradır artıq burada. Bu 5V V5.5 son versiyadır. Upgrade eləyəndə şey eləmək olur. Məsələn, artıq yaransın tam. Tam yaransın. Mən indi bunu download eləyəcəm. Yaxşı. Atacam orada. Yəqin ki, Xəccə, biz buradan share eləyəndə səs ora getmir, kompüterin səsi. Yeah. Tamam. Akı geceleri. Premium vibe. Sana parmağını arada işaretiden ol. Premium bulup başka level. Artık burada ol kontrol. Sana parmağı başımın parlar gece gündüz. Kaynazır var sesimiz. Buralar şu iş olunur düz. Garage class, içergiler, işılar düşer, salonda işler. Hep bir gafari slow. Demək, yoldaşlar, çox qəşəng bir musiqi hazırlayıb. Siz yəqin ki, eşitmədiniz. İndi tam bu proses hazır olana qədər. Səs Mən gəlir, gəldim. eşidirik biz. Eşidirdiniz? Bəli. Ne güzel. Bunu gəlin. Müəllim, Ya. bunu da ChatGPT eləyir. İndi bax, məsələ burada nədir də? Mən ChatGPT-dən yazmışam ki, mənə Suno üçün hip hop tərzi mətin yaz. Sonra yazdım ki, tam mətin yaz. Bax, görürsən nə eləyibdi? Şeydir. İngilis Azərbaycan qarışıq eləyib, çox maraqlı eləyib. İndi burada Yeah. Kaynazır var sesimiz. Buralar şu iş olunur düz. Garage class, içergiler, işılar düşer, salonda işler. Hep bir gafari slow. Detailing baş
Low, Vanda çay, made slow. Bakı gecesi, premium show. Digital clean, her set sharp. Standart hizmet plural. Məsəl üçün bu biri idi, düzdür? İndi başqa bir versiya var. Kan, Bakı geceleri, premium vibe. Hafta uyumar, para yaşar, bir go. Şöyle go. Məsəl üçün birinci versiya bundan daha yaxşı. Bu da ən son versiyaya görə hazır. Upgrade eləyəndə məsəl üçün bu Geceler, premium vibe. Yıldır şehirde her bir yol. Premium glow, başka level. Haklı burada all control. Ana koyma, yüzünün parlar gece gündüz. Kaynazı. yəni gördüyünüz kimi olduqca maraqlıdır. İndi sizi hansı tərəfə cəzb edir, orasını bilmirəm. Amma bütün prosesi hamısını AI ilə biz şey eləyə bilirik. Hazırlaya bilirik. Və mən indi gəlirəm, bura deyirəm ki, brendim üçün mənə Heygen avatarı yarat. Okey. Heygen avatarı yarat. Bu mənim üçün bir vizual hazırlamalıdır. Daha sonra həmin Heygenin o şeyini atacağım bura, şəklini atacağım bura. Və skripti də videoya eləmək olar. Use a photo build an avatar. Özün buradan istədiyin kimi yarada bilərsən. Amma mən deyirəm ki, qoy mənə elə birbaşa. Hanı bu? Uzaqluska gedir. Bunu şeydə yox. Ola bilər yəqin şey qutarıq burada. Ara yerdə ChatGPT deyəsən şeyi keç. Görək hazırladı. Bu da hazırladı. Görək bunu hazırlayır. Bu arada hazırladığı məncə kifayət qədər yaxşıdır. Qəşəng yalın. Luxury brand siması biraz da bizimkilərə oxşun görə bunu hazırlayıb. Bu ağzına gələni hazırlayıb, amma bu qaqaş konkret elə bir bizimki deyil. Şöhrətə oxşatdı. Kimə? Müğənni Şöhrət var, onu oxşatdı ilə. Görməmişəm onu. Yazıram ki, bir versiya ver sadəcə. Okey. Neyse, bunu istifadə eləyək. Həm çox vaxtımız getməsin. Gəldim Heygenə, use a photo eləyirəm, select photo eləyirəm. Əlavə elədim, upload elədim. Qaqaşı yapışdırdıq bura. Continue elədik. Yazıram Ramil. Məsələn, age, early middle age, gender, man, все. Eti white, continue. Bu da vəbşi rasist çıxdı, white yazdı direkt. Okey. Buradan istədiyim məsəl üçün səsləri seçə bilirəm. Hi, I'm excited you're here. Hi, I'm excited you're here. This is your voice clone preview. Take a quick listen. Yazıram, premium yazdım məsəl üçün görək nə çıxardır. Hi, I'm excited you're here. This is your voice clone preview. Məsələn, bunu Take a əlavə quick listen. etdim. A great voice clone should sound. Okey. Bunu əlavə elədim. Gəldim indi bura. Okey.
İndi gələk create eləməyə. Okay, Ramilə əlavə elədik bura. Script to video. Bugün buna verdi. Bu üstü öyle. Başın geleyim. Peki bu qaşı koyar. Neyse. Bunu da sonra eləyək. İndi yazıram ki, Heigen'də script to video üçün mənə hazır mətin ver. Yazdım mı? Ne oldu bunu? Bu ara gitti. Anam değilim. Okey. Neyse bunu da kopyaladık. Gəldik Heigen'ə. Mətni qoydum bura. Şey elədim. Getdimi Create-ə. Sonra ya da ki deyirəm ki, Şəkli dəyişmədi zaman. olsun, eybi yox. O vacibdir. Burada deməli biz bu arada Eleven Lab'da istədiyiniz mətni istədiyiniz şeye çevirə bilərsiniz. Bugün Azərbaycanlılardan kim var? Azərbaycanlılardan yoxdur hələ ki. Prosto necə şey var idi bilməm. O mən heç görməmişəm. Burada Turkish baxaq. Görseli anlatan, duyguyu yaşatan ses. Reklamdan belgesel. Merhaba. Viața nu se măsoară în numărul de respirații pe care le avem, ci prin momente. Her hikaye anlatılmayı bekler. Mesela şimdi Kelimelerin Serzan'ı sesini, seçtik. duyguyu, sesimin tonuyla keşfedin. Derin anlatılar ve sürükleyici kurgular için. Generate speech eləyirəm indi. Bir tərəfdə burada Heigen şey eləyir. Avatar videosundan şey hazırlayır. Mənim üçün content hazırlayır. Hara getdi? Gemini'ydı. Bu da hazırdır. Salam, hoş gelmişsiniz Han Avtoyum'a ve Lounge'a. Burada avtomobiliniz sadece yuyulmur. O premium kaygı görür. Biz detailing, seramik coating ve yüksek seviyeli avtospa xidmətlərini şərq rahatlığı ilə bir araya gətirdik. Siz isə bu vaxt ərzində premium lounge atmosferində rahatlığın dadını çıxarırsınız. Xüsusi çay servisi, premium ambiyans, VIP xidmət, Han Avtoyuma və Lounge. Sənin maşının, sənin rahatlığın, sənin məkanın. İndi rezervasiya et. Məsəl üçün mənə başqa bir Salam, versiya. hoş gəlmisiniz Han Avtoyuma. Okey. İndi gələk əsas məsələ Heigen'də görək bu necə çıxacaq. Project. 93% devri dedi. Hazır olsun. Gördünüz uşaqlar. Studiyaya ehtiyac yoxdur. Buradan götürə bilərəm Sərcanı dəyişərəm. Başqa birini əlavə eləyərəm. Başqa kimi qoyum? Məhməti qoyum məsələn. Məhmət olduqca prime olduğu üçün İsmail'i qoyaq. Məsələn İsmail'lə renegade eləyək. Onda bu arada görürsünüz kredit limiti var. Bu kredit limiti bitənə qədər. Salam, hoş gəlmisiniz Han Avtoyuma ve Lounge'a. Burada avtomobiliniz sadece yuyulmur. O premium kaygı görür. Biz detailing, Üç seramik başlı coating uğraşın ve yüksək yüksek seviye dəyişmədim. Gəldi indi Heigen'ə. Salam, hoş gelmişsiniz. Han Avtoyuma and Lounge'a. Burada avtomobiliniz sadece yuyulmur. O premium kaygı görür. Biz detailing, seramik coating ve yüksek seviyeli avtospa xidmətlərini şərq rahatlığı ilə bir araya gətirdik. Siz isə bu vaxt ərzində premium lounge atmosferində rahatlığın dadını çıxarırsınız. Xüsusi çay servisi, premium ambiyans, VIP xidmət, Han Avtoyuma and Lounge. Sənin maşının, sənin rahatlığın, sənin məkanın. İndi rezervasiya et. Okey. Şu səsləndirməni elədik. İstəyərəm götürərəm bu səsi yapışdırıb qoyarım üstünə. Fərqi yoxdur. Salam, hoş gelmişsiniz Han Avtoyuma ve Lounge'a.
Burada avtomobiliniz sadece yuyulmur. O premium kaygı görür. İstədiyim hər şeyi rahat formada hazırladım. Çox bəsit qaydadır. Və bir də bizim burada öz şəxsi istifadəmiz üçün istifadə etməli olduğumuz qamma var. Qammada isə biz rahat formada for personal isə Instagram, Facebook. Okey. Qammada isə yoldaşlar biz mətinlərimizi tutaq ki, bunu götürdüm. Prezentasiya kimi istəyirəm. Okey. Atıram qammanın içərisinə mətindən dizayn eləməyə. Gəlirəm burada, yazıram ki, məsəl üçün əsas mətni saxlasın, yəni heç eləməsin. Continue promptla eləyirəm, verdiyim promptla. Okey. İndi keçir burada şeyi göstərir, slaydı göstərir. Və mən bir slayd olduğuna görə burada da deməli burada da generate eləyirəm. Burada istədiyim kimi dizaynlar var yoldaşlar. Hamısına baxa bilərəm çox rahat formada. Və indi bu mənim üçün gözümün qabağında AI-da şey hazırlayır. Nədir bu? Vizual hazırlayır. İstəmirəm də qardaş. İstəmirəm axı. Niyə yorursan məni? Let's go. Okey. Və burada, məsəl üçün, baxın, şəkillər var. Müəyyən şəkil. Özü belə, yəni şəkilləri əlavə eləyir. Buradakı şəkillərə də rahat formada baxa bilərsiniz. Məsəl üçün, mən ilk 4 slaydı yaratdım. Və siz bunu rahat formada, bu arada buradakı hərflərinə fikir verməyin. Bunun şriftlərini dəyişə bilirsiniz. Normal formada verir sizə. Ondan narahat olmayın. İstədiyiniz kimi seçim eləyə bilərsiniz. Və prezent eləyəndə də avtomatik belə çıxır. İstədiyimiz slayda çeviririk. Bütün hamısını göstərir. Baxın, xüsusi çay servisini göstərir. Premium ambiyansı, VIP xidməti, özü ikonlarına belə hər şeyi sizin üçün qoyur. Vəssalam. Bu qədər. İndi gəlin biraz söhbət eləyək. Nə eləməyi düşünürsünüz? Bu prosesləri işləməklə bağlı, icra eləməklə bağlı. Yəni, bu sadəcə bizim işimizi müəyyən qədər asanlaşdıra bilir. Mən çox dərinə də gedə bilərəm. Hətta biz müəyyən bir reklam datasını, indi bir müddət sonra Ads Manager falan keçir, reklam datasının analizinə də baxa bilərik. Orada bizim üçün səhvləri deyə bilər. Yəni, çox nüanslar var. Kim danışmaq istəyir? Söhbət edək. Müəllim, burada siz qeyd elədiyiniz proqramları da yazılı şəkildə bildirə bilərsiniz ki, məsələn, biz köçürək də onu telefona. Rahat, problem deyil. Aha, zəhmət olmasa. Müəllim, indi Instagrama baxanda qarşımıza reklam çıxır. AI kurslardır, misal üçün baxırıq ki, AI ilə düzəldiblər də reklam videolarını. Həmçinin misal üçün də Qaraqanda yeni musiqilərin hamısının klipi AI ilə düzəliblər. Sagopa dinləyəniz var arazda? Sagopa dinləmirəm, amma təzə videolar AI-dir. O bir yerdə oxuduğu qız AI-dir. Baxaram ona da. İndi məsələ nədir? Mən bu mövzuda biraz ənənəvi olaraq yanaşıram. Yaxşı edirsən. Hamı misal üçün də buradan video düzəldirsə, mən ondansa model tapım. O daha səmimi, bizdən gəlir. Yəni, izləyən adam daha çox bağ qura bilir, nəinki AI ilə. Yəni, fikrim təbii ki, əladır, yeni biznes əslində başlanğıc üçün və ya baxır sənə verdikləri büdcə, elədikləri ödənişə uyğun bunu baxmaq olar ki, ənənəvi metodlarla reklamı çəkəsən, yoxsa belə mi çəkəsən? Məzəbdən bir şey deyim. AI ilə verilən reklamlar real kontenti əvəz eləməyinə görə həm reklamın nəticəsi olaraq, həm də belə ümumi baxsaq, AI sadəcə müəyyən bir müddət sonra artıq sadəcə sıradan bir alət olmuş olacaq. Və reklamlar üçün və hətta alqoritm AI-ı artıq tanıyır.
və əgər deyir ki, məsəl üçün siz bu vizual AI olduğunu yazmasanız, bu kontenti siləcəm. Və bütün indi platformalar deyir ki, real kontent daha önəmli, çünki inanılmaz dərəcədə şey yaradıblar. Nə bilim, müharibə, zad, nə bilim, cinsəllik, nə qədər şeylər, hamısı bütün sosial şəbəkələrdə hər şey var, taciz filan. Əksəriyyəti AI olduğuna görə məcburdular ki, bunları bloklasınlar. Çünki bu gedişat axının gedişatı ilə yaxşı yerə getmir. Amma sırf siz məhsulla bağlı hər hansı bir prosesi işləmək istəyirsinizsə, büdcəniz aşağıdırsa çəkiliş üçün fikirləşsəz ki, məsələn, bir videonun çəkilişi tutaq ki, mobiloqraf üçün minimum 50 manata başı gəlir və yaxud da 60 manata başı gəlir. Həmin 60 manata aylıq 3 dənə alətə verib, istədiyiniz qədər yox, məsəl üçün 5 dənə video çıxardarsa, əgər 5 dənə video sizə 300 manat verəsi idisə, cəmi 60 manat xərciniz çıxmış olacaq. Amma real kontentlə birəbir eyni nəticəni almayacaqsınız sözsüz. Və bir də fikrim, xidmətdə çox effektiv olmasa da məhsulda çox effektivdir. Yəni insan özü yox da, misal üçün kofeni çəkirsən, yeməyi çəkmək üçün də xüsusi avadanlıqlar lazımdır, axı işıq və s. Amma bunu misal üçün prompt verib daha yaxşı eləmək olar məhsulda, nəinki Niyə xidmət. olmur ki? Niyə olmur ki? Mən adam tanıyıram ki, bütün işlədiyi şirkətlərə tutaq ki, ayda 2000-3000 pul qazanır. Cəmi aylıq xərci bu AI-yə 500 manatdır. Dizayner tutsa aşağısı 800 manat ona maaş verməlidir. Təzən AI-yə özü bir 500 manat verməlidir. 1300 oldu mu? Hələ Sonra bu videoqrafı da var. videoqrafı falan, hə, o da bir 1000 manata işləsə, vəsə. Yəni elə gərək xidmət. Ona görə keçən səfər biri qabağıma çıxıb, sosial mediada yazır, adam bax fürsətə çevirib xidməti. Hamı deyir ki, şeydir də, niyə belə artist deyirsən? Adam xidmət satır. Deyir şeydir, istədiyiniz mətni verin, mən sizin üçün 1 manata səsləndirib verirəm. Adam alıb 5 dollara 60 min kredit. 60 min kreditlə də aşağısı deyim də sənə. 20 dənə rahat, 20 dənə. Rahat səsləndirmə eləyə bilərsən və 2 versiya verir, ikisindən birini seç. İndi bu adam bir adamdan 1 manat alır, 20 nəfərdən 20 manat alanda 5 dollar, tutaq ki, vergi ilə bir yerdə 10 manat. Adam oturduğu yerdə məsələn 10 manat pul qazanır. Heç nə yoxdur. Hazır mətni alır, 11 Lab-a atır, səsləndirməsini eləyir, verir. Və hətta adam səs seçimləri verir qarşıdakına. Bəyim istəyirsən, xanım istəyirsən, səsi qalın mı olsun, nazik mi olsun? Yəni bu özü bir valla mən həmin insanı şəxsən alqışlayıram. Adam öz qazancını fikirləşir ki, bunu eləməyən adamlar var da, həqiqətən var bunu eləməyən adamlar. Bunu sadəcə deyir, mən pulumu verim, kimsə mənim üçün eləsin, vaxtımı, enerjimi, başqa şeyimi xərcləmək istəmirəm. Belə baxsan 30 saniyəlik işdir, elə çətin bir şey yox. Bir də bayaq dediyiniz loqo məsələsi. Loqonu burada yaratmaq gənə o kiçik büdcə üçün əladır, amma misal brand book vermir. Ya da ki, misal üçün vektor fayl vermir. Bu sənin biznesin genişləyəndə misal sənə mane olur. Ki sən daha yaxşı əlində ChatGPT loqon var və bu sənin brendinə uyğunlaşmır. Onda gərək dizaynerlə işləyək həmin vaxtda. AI ilə loqo hazırlayan kimsə olsa, o düşünmürəm brand book arxası ilə düşəcək qədər də vaxt olsun. Deyir, eləcə mənə bir dənə loqom olsun. Şurada mən gedim bir dənə eləcə nə bilim qapının girişinə loqomu vurum. Moeka çayxana şeyinə loqomu vurum. Vəssalam. Hə, o da yəni o zaten bu yenə bir-birinə uyğundur. Kiçik büdcə, kiçik müəssisə, mikro sahibkar zaten bir dənə də loqo, vəsə. Belə. Hə, yoldaşlar, kimin nə sualı var? Nur xanım, məncə bu günlərim bayağı bir şey öyrənmiş olduq, yox? Bəli, müəllim. Hə, indi qalır bunları İndi inşallah istifadə yenə etmək. təkrar baxacağam videoya ki, tam Videoya hardan bax. giriş elədiniz, hardan. Xədicəyə də deyəcəm. Xədicə özü də şeyləri sizə yazacaq. WhatsApp Aha, qrupu, bütün proqramları. aha, inşallah. Proqramların istifadəsi. Hə, bir də belə bir life hack deyim. Əgər məsəl üçün proqramı necə istifadə etməklə bağlı çətinliyiniz olsa, ya açın YouTube-da baxın, ya da ki götürün ChatGPT-yə yazın ki, bu Killing AI-ya necə prompt verməliyəm, nə iş görməliyəm. Sizə şəkilli olaraq ardıcıl formada göstərir ki, birinci bunu edirsən, ikinci bunu edirsən, buradan bunu edirsən, oradan onu edirsən.
Aha. Bütün bunların hamısını sizə göstərir. Okey yoldaşlar, hər hansı bir sualınız yoxdursa yekunlaşdıraq. Var kimisə sualı? Ramilə xanım, Sara xanım, Rəşidə. Xeyri yoxdur, təşəkkürlər. Çox sağ olun. İndi yoxdur deyəndən sonra görəcəm, tapşırıq verəcəm, görüm kim. Hə, kim qəşəng bu arada tapşırıq hazırlasa ona kitab hədiyyəm var. Xəbəriniz olsun. Bu dərsdə həmişə mən kitab hədiyyə edirəm. Məlumatınız olsun. Müəllim, mən kitab oxumuram. Dəyişə bilərik hədiyyəni. Sənə audio kitab verə bilərəm. Tamam, qulaq asmıram. Nə istəyirsən? Yaxşı kitabın yerinə nə istəyirsən? Kino teatr bileti alarsınız. Kinonu xoşlayıram. Yaxşı, Gəncədə gedəsən? Gələrəm Bakı, o da problem. Gəl bir yerdə gedək. Tamamdır, mən çox sağ ol. Yaxşı, sənin kino teatrın məndə. Amma yaxşı hazırlasan. Başqa Tamam. kitab istəməyən var? Nə oldu? Hamınız kitab oxuyan çıxmısınız? Yaxşı heç nə. Kitabla razıdırlar da. Kino teatr istəyən varsa kino teatr bilet də ala bilər amma kitabın yerinə. Yoxdur ki? Yaxşı. Şö. Digər hər kitab Hüseyn kino teatr. Razılaşdıq. Suaya xanım da inşallah yəqin ki offline dərslərimizdə Xədicə xanım görəcəyik, yox? Xədicə də özü yox deyəsən. Allah kömək olmuş. Yoldaşlar yekunlaşdıraq. 5-ci gününə qədər ev tapşırığı işləyərsiniz. Hamının ev tapşırığına baxacağıq 5-ci günü. Bir yerdə analiz edəcəyik. Okey. Görüşərik. Tamam. Hələlik. Sağ olun, siz də sağ olun.